Հայաստանի կառավարության խաղաղության խաչմերուկ նախագծից Ermənistanın yeni konstitusiyasında müstəqillik haqqında bəyannameye istinad olunmamalıdır. O münaqişəyi aparır. Qarabağın Ermənistana birləşdirilməsinə çağıran bəyannamə münaqişə məntiqi üzərində qurulub. Bu məntiq isə dövlətə sözün əsl mənasında müstəqil olmaq imkanı vermir. Qarabağın xatırlanması hökumətin siyasi gündəliyi ilə ziddiyyət təşkil edir. որի սիմվոլը, որի այս simvolu Bir sözlə, Ermənistanın baş naziri sülh prosesinin artıq geri dönməz olduğunu deyir. Hətta yaxasındakı xəritənin Azərbaycanla davamlı sülhün simvolu olduğunu söylüyor. Revanşistlər isə Paşinyanın müstəqillik bəyannaməsi ilə bağlı sözlərindən və eləcə də saxta genosid muzeyi rəhbərinin istefaya göndərilməsindən narahat olaraq Paşinyana sərt ittihamları davam etdirirlər. Hətta muzey direktorunun hüquqlarının müdafiəsi üçün baş nazirə məktub belə ünvanlayıblar. O direktor ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance saxta artsaqla bağlı kitab bağışlamışdı. Amma Paşinyan bu addımı təxribat adlandırmışdı. Rəsmi İrəvana görə hazırda iqtisadi gündəlik siyasi gündəliyi üstəliyir. Görünən olur ki, tezliklə Ermənistan məhsullarının da Azərbaycana ixrac ediləcəyinə ümid bəsləyən haylar sülhə can atır. Və bunu beynəlxalq tribunalardan bəyan etməklə həmin sülhün İrəvanın maraqlarına cavab verən elementlərini gündəliyə gətirməyə başlayıblar.